Bugün Neynəva çölündə İsmaillar bir-birinin arxasıca duraraq qurban getmək vaxtını gözləyirlər. Mənim övladım da onlardan biridir. Və hər qurbangaha gedir ki, qanını sənlə mən əllərimizə həna yaxar. Bəs mən başıma haranın külünü töküm. Mənim nə atam, nə qardaşım, nə də ki güvənəcək qohumlarım var. 20 günə yaxındır ki sizin gəliniz olmuşam. Bütün eşq və ümidin Vəhəbə bağlıdır. O olmasa köməyim kim olacaq? Əziz gəlimin, göz yaşlarının şeytan vəsvəsəsinə çevrilərək əlini büdrətməyinə imkan vermə. Sənin kimi ürəyində eşq gəzdirən sevgilisinin əbədi xoşbəxtliyinə mane olmaz. Anacan, təzə gəlini sənə, səni isə Hüseynin Allahına tapşırdım. Vəhəbi böyüdü boya başa çatdıran mehriban ana kimi, onun da qayğısına qal. Ürəyim buz kimi olsun aslan oğlum. Bundan sonra bu kiçik mələk həm mənim gəlinim, həm də oğlumun yadigarı olacaq. Bir şərtlə meydana getməyinə razıyam Vəhəb. Şərt? Bugün Hüseynə yardım eləmək, onun cəddinin ümməti üzərinə Allah tərəfindən qoyulan bir vəzifədir. Belə vəziyyətdə şərt irəli sürmək insafsızlıqdır tanım. Eşitdiyin kimi Vəhəb, əgər şərtimi qəbul eləməsən Hüseynə və onun Allahına şikayət edəcəm. Şərtinidir. Qəbul edəcəyinə söz versən deyərəm. Şərtini bilmədən necə söz verə bilərəm axı? Qorxma Vəhəb. Mənim kimi gəlin otağından yenicə çıxan və gözlərinin qarşısında bütün ümid və arzularının alt-üst olmasına razı olan birisinin şərtləri inan ki insaflı olacaq. Buyur, dinləyirəm. Ay oğlum, onun şərti getməyinə mane olsa necə? Onu qəbul eləyəcəksən? Anacan, inanın ki mən əhdindən dönəcək qədər zəif, iradəli şəxs deyiləm. Məyər bu yaşda gəlin olan birisinin çətin sınaq qarşısında öz xoşbəxtliyi uğrunda mübarizə aparmağa haqqı yoxdur? Sən bu oğlun xoşbəxtliyi istəyirsinsə, bəs mən istəməyim. Qorxmayın, mənim şərtim Vəhəbin xoşbəxtliyinə qətiyyən mane olmayacaq. Yaxşı xanım, narahat ol, qəbul edirəm. Dünyada mənə vermədiyini, ahirətdə mənə verəcəyinə söz ver. Qiyamətdə yenə mənim, sənə arvad və sənin mənə ər olacağına söz ver. Subhanallah, sən özünü hara hazırlayırsan xanım? Sənin həvəslə qanat çalıb uçmaq istədiyin yerə. Bəs cəhənnəmə getsəm necə? Yenə də mənlə gedəcəksən. Cəhənnəmin qapıları Hüseyin fədaisinin üzünə bağlıdır. Əcəl şərtin varmış, ay çox bilmiş. Yaxşı Vəhəb, gəlinimin şərtini qəbul eləyirsən? Qəbul eləməyib neyəcəm, qəbul. Yaxşı, arxayın olmam üçün zəmanət ver. Şərəfimdən daha yaxşı zəmanət istəyirsən? Əlbəttə ki yox. Amma mən ağamız Hüseynin zamin durmasını istəyirəm. Peygamber ve Ali Peygamberin ruhu mütehheri salavat. La ilahe illallah. أشهد أن محمدا اللهم صل على محمد وآل محمد. أشهد أن مولانا علينا سبيل اللهم صل على محمد وآل محمد.
على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير العمل حي على خير العمل قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله أتاك المسيح أنت المحسن وأنا المسيح أستغفر الله ربي وأتوب إليه الله أكبر أعوذ بالله السلام عليك يا مولانا أبا عبد الله الحسين السلام عليكم يا أهل بيت رسول السلام عليكم يا مولانا يا صاحب الجمال اللهم صل على محمد وآل محمد إلهي الذي فينا مدن السلامة ومستعجرنا إلهي آمين ومن زمان غرنا ومن بيت الله إلهي آمين مستلرين برطرف الله إلهي آمين هر مثل اشتاقانی الله إلهي آمين یا سعید الشهود اولادان آمين سعید اولادان عبادت ساختن الله تعالی در جهنم رسول الله محمد و آل محمد صلوات اللهم صل على محمد وآل محمد الله كامل الله كامل الله كامل احترام edenlerin ölenlere hakta Muhammed ve Ali Muhammed'e salavat. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن للمتقين مفازا حدائق وأعنابا Bu gecede neçə illik dərdilə dərman ala bilərsən. Neçə illik düyünü asa bilərsən. Nəhər kimi Həzreti Allah Allah'a bugün sana haqlara xalis ve inşallah ki afeti kullanıla kalmaz. Ama bunlar kökler bereketli meclisi, kıymetli meclisi, meclisler ne istiyor? Hem şekilde şanslarımızı özüne sonra sizlere meclisler ahlak istiyor. Allah da Kur'an'da Peygamber'e ahlak meclisler istiyor. Peygamber senin ne büyük azamet ahlakın varmış, ne büyük azamet ahlakın varmış. وذكي بإذن الله أبسطنا الصوت وتهاونا روحنا محمد وآل محمد صلوات Kur'an-ı Kerim'den hizmetizler ayetlerden ayenin mazmunu verildi. لا تركنوا إلى الذين ظلموا فتمسكم النار. Nasıl buyurdu ki zalimlere yakınlaşmayın ki onlar da sizi neyliğe ot tutup yaklara. Evvel göre İslam'da zalim ve zulüm manası nedir? Zalimlik neye değiller? Zulüm nedir?
Zalimlik iki dördü, zulüm iki dördü. Birinci budur ki, birinci, insanın başkalarının hakkını kəsb etməsi olur zalimlik. Ondan da beteri insanın özü-özünə zulüm eləməyidir. Yani insanın Allah ki ona haklar koyup, o hakkı kəsb eləməyi, hakkı riayət etməməklə deyərlər zalim, özünə zulüm eləmək. Hazreti Yunus balığın qarnındadır. Kur'an'da ayet. Allah'ın iradesi buydu ki Yunus Kur'an'ın iradesine göre kıyamete kimi kalsın harda balığın qarnında. Ama o Allah'a direnci onu bir tane kelime dedi. Kulak al. Ezala kulak al. Tefsir la ilahe illallah. İlahından başlayıp Allah'ım. Subhaneke. Her seyirden bir noktadan parça lezzetine. Neyse eğitim. Neyse eğitim. Temelde yolu yoktu. Enni kumsuna zalimin. Esmen uzun uzun bilmelerini. Ondan buyurur Allah ki وَلَكِنَّا biz onu uzatıyoruz. Dünyanın var, sen de bile Allah'tan aldı sorgudan. Dünyanın var, sen de bile Allah'a derdi edin. Yunus dediği Hazreti Yunus'la aldı derdine hazır. İşin Yunus'un hikayete bak, Yunus'un hikayeti naşınadır. Mesela bu ne ki? Yunus başkalarının hakkında bir riayete biraz kalatmıştı, riayete riayete. Var o günden ki insan öz hakkına riayet edendir. İnsan Allah'ın ona koyduğu hakları naharı yüzdür bakır. Artık görürsünüz, zulme her dilə, her şahsın mənəviyyatına, her ailəyə sirayət edir. Zulm yani ne? Zulm yani şeytan. Mütlak zulüm, mütlak karanlık, zulmler şeytanın özüdür. Yani ona hiç varmayacaksiyonu yoktur, hiç orada ümidi yoktur. O zaman insanı Allah'tan uzaklaştıran, insanı Allah'a etkileri günahlardır. İnsan ki Allah'tan uzaklaştı, olduğu şeytana yüzeyim. Yani bizim hamız insanı var. Ben de günahı edebilirim. Öyleydi. Ama istiğfar etmemek lazım. İstiğfar. Allah'tan bağışlanmak etmemek lazım. İş burasındadır ki Allah bağışlanmayı Kur'an'da tövbe edilmeyi başka bir adlandırır. Yani ki tövbe kabarıklar Allah'a tövbe gelir. Hele istiğfarı tövbesi yoksa Allah'ın yanında. Ama burada bana yardımcılar buyuruyor ki insan günah edilir sonra Allah'a tövbe edilir, günah edilir, istiğfar edilir, günah edilir, istiğfar edilir. Yani ki Allah'a bağlamaya bulunur. Bu Allah'la bilecekse gündüz sayım Allah'ın makamını. Bana edin istiğfar, bana edin istiğfar, bana edin istiğfar. Sevindirir. Ben şimdi ayet okudum Kur'an'dan hafiyakları Kur'an okuyanda ya leykeni katı fırada onlar için gittiler ve ölüm onları hakladı. Peygamberin kelamı var. Buyurur ki
o dəhlinin, bədbaxtların ən çoxu olacaq ki, onlar Allaha tövbəni təqdir salınır. Oğlum evladı, qızım ölçməsi, qızım mənə gitti. Uşağın böyüsü, sağalım, gələn ilə həzrənli, o böylə bir işi düzəlsin, daha Allaha şək qoyur. Allah'ın hiç ne ediyor yoktur. Ne benim tanışırma, ne benim ibadetime. Bunlar hansı insanı özü içindir. Ben sual verirəm o kəslərə ki, kim Allah'tan zamanı başı sabır ödəyəcək? Bunlar hansı şeytanın başlasıdır? Şeytanın sorularıdır ki, hələ biraz var, hələ biraz şeydir, böyle sınav çəkir. Hələ biraz var, hələ biraz var. Hələ yaxşı olsun da. Saqqal ağardırsa, sağardır, hələ biraz var, yaxşı olsun. Bana bak, 40 yılda hələ bir şey yoktur. 20 yılda hələ bir şey yoktur. 60 yılda hələ bir şey yoktur. Bana bak olacaqlar. Dedim, Yusuf'un kardeşleri dediler ki, Yusuf'u atak uyar, dediler ki Allah'a tövbe ediyor ki Allah bizi bağışlıyor. Attılar Yusuf'u uyar, 40 yıl Allah ona tövbe nasip edemedi. 40 yıl bir ömür. Ağay zaman Merdimin sözü var, abiyaksız sözü. Deyir ki, görəsən birinin uşağı, qonşunun uşağı. Qonşunun quruda bir taş atar. Deyərlər ki, abala, bu uşaq ben qonşu bağışdakına, bu uşaqdır. Amma görəsən, yox, 40 yaşında saqqallı bir kişi, burası qonşunu pəncərədə söndürür. Amma demədən ki, bu uşaqdır. Bu 40'ı qanmalı mən, amma qanacaqlar insan. Yaxşı, 15 yaşında uşağı, 20 yaşında uşağı, 25 yaşında uşağı, belə də qodulanır uşağı. Uşaq kimi gəlmiş, uşaq etməkdir. Belədir. İnsan belə bulanmışdır ki, insanı tərif edəndə məst olur, iti. Cəmaatın bəhbəhi, cəmaatın ondan razılığı, sanki bu cəmaat üçün gəlir. Sanki bu cəmaat üçün, xeyr, sən cəmaat üçün gəlməmişsən, insan, sən özün üçün gəlmişsən ki, Allaha bənd olasan, öz hayva qalasan. Bir halda ki, Kur'an buyuruyor ki, qiyamətə günündə nə qədər oğula kömək edəcək, oğul zədiyə kömək edəcək. Oğula görə hamı oğladan sonra, kıza görə haqlardan sonra, 10 yerdən yıxırıq, 10 yerdən yıxırıq, günahlar verilir. Amma bu bir dənə hadis verir. Hadisdə var ki, bu qiyamətdə dədilə ana zənd halda gələr uşağın yanına. Deyər, oğlum, mən tanıdım, deyər, hər səni tanıdım. Sən mənə dədəmsən, anamsan. Deyər, oğlum, orada sənə səhər rəhmətmişəm. Sənə çox çörək yedirmişəm, sənə böyütmüşəm. Sənə süt vermişəm. Gecələr sabaha kimi yatmamışam. Oğlum, Allah belə qərar edir ki, bizi utağa. Buna sən baxmışam, oğlum dedi buna. Onun üzrə bir şeylə vurmuşam, hamısı deyirdir, nə qaldı sayırdır. Hələ namaz qılanlar nə deyir, vay namaz qılmayanlara. Vay başarılayanlara. Deyərlər ki, oğlum, səndən bilir ki, hiç olmayan burada bizə bir dənə uçur yağdır, Subhanallah zikrinin sevabını verəsən, belki Allah bizi bağışlayar. Onda desən nəzər var, deyər ki, mən öz başımın haline qalmışam. Burada belki o Subhanallah Allah mənə xizaf verdi. Bu aləm belədir də. O da deyirlər ki, papağuzu, seni deyirlər özüməm Allah, papağuzu yaxşı papağuza qoyun, yaxşı fikirləşin. Yaxşı fikirləşin. Qoymuyorum ki, bu papağı şeytan əlimdə belə fırlatın gülsün. Allah belədir. Dedi ki, bak oğlum, bir de insan var ki harayeti sanatı Allah'ın da bağlı kıyamette. Allah bize bağışlar. Allah bize nizak verir. Allah bize nizak verir. Allah bize nizak
atmıyor. Allah bize burada salman, bakımın, hamyon, sahımla, çarkılı. Allah onların yüzünü hiç bakmayacak. Yüzünü döndürüp yanına, bu yüzü yok ha, zahmet bakıyla bakmayacak. Bunlar da sığıracaklar, bağıracaklar, sığıracaklar, bağıracaklar. Ay orada sığırlağın ne manası var? Orada da bağırmak Allah'tan bir şey istemeye manası. Orada bir şey yok. Onda burada sığırlağın ruhunu, hamyondan Allah ta'ala, ne yazıyor? Kalmaz olsun, eşitmez ki, görmez ki, la ta'kulu, sakit olsa, ağzı atmıyor, kötü, la ta'kulu. Kalmaz olsun, ben bir ağzını koymak dünyaya, ağzını koymak dünyaya. Bir iş görelim. Kur'an'da ayetler diyecek ki, ölülere soracağız. Sizi cennet cehennem soracak. Peygamber de ağzı Peygamber'e soracak. Sizin orada kalan neydi? Dediniz ki biz namaz kılanlardan olmalı. Biz namaz kılmadık, babasından, bize odadan olurdu. Kurbatın nasıl yaptı gibi olurdu. Odur. Emir İmam'ın buyurur, men arafa nafsını kadar arafa Rabb'da. Herkes ki özün tanıdı, özün derçeledi, Allah'ın tanıdı. Özün derçeledi, özün tanıdı. Gelir başkaları hakkında araştırma yaparır. Özü araştır, özünde ne var, insan öz kabında ne var, neye layıkatın var, neye layıkatın yoktur. Bak buna tatlar lazımdır, bunu keşfelemen lazımdır.